Qoç bürcü. Ayın lap əvvəlində imkanlarınızı çox qiymətləndirməməlisiniz. Bir çox qoç əsassız nikbinliyə meyilli olacaq, bu da onlara biznesdə mane olacaq. Həmişə ortaq dil tapmaqda çətinlik çəkdiyiniz insanlarla belə razılığa gəlmək həmişə mümkün olmayacaq. Uzun işgüzar səfərlərin uğurlu olacağı ehtimalı azdır, yolda gözlənilməz gecikmələr və digər xırda problemlər ola bilər. Bu dövr iri miqyaslı layihələrə başlamaq üçün çox uyğun deyil. Siz həmişə vəziyyəti əsaslı şəkildə qiymətləndirə və düzgün qərarlar qəbul edə bilməyəcəksiniz. Yaxınlarınızla münaqişələrdən qaçınmalısınız, münasibətləri pozmaq onları bərpa etməkdən daha asan olacaq. İyulun ortalarında müsbət tendensiyaların təsiri özünü göstərəcək. Uzun müddət həllini tələb edən bir çox problemlərin öhdəsindən gələ biləcəksiniz. Dəstək gözləmədiyiniz insanlardan gələcək. Ancaq köhnə müttəfiqlər də sizə kömək etməyə hazır olacaqlar. Nüfuzlu havadarların meydana çıxması çox ehtimal olunur. Yaxşılığa doğru dəyişikliklər şəxsi həyatınızda da qeyd olunacaq. Ofis romantikasının başlanğıcı istisna deyil, amma diqqətli olun ki, incə hisslər işinizə mane olmasın. Ayın sonu yeni biliklər əldə etmək üçün əlverişlidir. Tanımadığı məsələləri asanlıqla başa düşəcək, biznesdə sizə nəyin faydalı olacağını öyrənəcəksiniz. Qazanclı sövdələşmələr bağlamaq, əlavə gəlir mənbələri tapmaq imkanları yaranacaq. Buğa bürcü. Ayın əvvəli mühüm məsələlərin həlli üçün mükəmməldir. Heç vaxt etməyə cəsarət etmədiyiniz şeyləri etməyə başlaya bilərsiniz, hər şey gözlədiyinizdən daha asan və sadə gedəcək. Həmkarlar və tərəfdaşlar sizə dəstək təklif edəcəklər. Bir çox buğalar rəhbərlikdən layiqli dəstək alacaqlar. Özünüzə inamınız artacaq və bu təsirli nəticələr əldə etməyə kömək edəcək. Danışıqlar və ictimai çıxışlar yaxşı keçəcək, bəlağətiniz heç kəsi laqeyd qoymayacaq. Ayın ortasında fəaliyyətinizi bir qədər səngitmək daha yaxşıdır. İlk cəhddə hər şey nəticə verməyəcək. Hər bir addım üzərində düşünmək, tələsik qərarlardan və qəti bəyanatlardan qaçmaq vacibdir. İlk növbədə özünüzə güvənin, hətta etibarlı müttəfiqlər də həmişə köməyinizə gələ bilməyəcəklər. Yaxınlarınızla kiçik fikir ayrılıqları mümkündür, lakin bu ciddi mübahisələrə gəlməyəcək. Ayın sonu əlverişli olacaq və çoxlu yaxşı fürsətlər gətirəcək. Bununla belə, yalnız şansa güvənməməlisiniz. Bəxt yalnız kifayət qədər səy göstərənlərin üzünə güləcək. Yeni başlanğıclar öz biznesinizi açmaq və ya şəxsi həyatınızdakı xoş dəyişikliklər üçün əla vaxtdır. Əkizlər bürcü. Ayın ilk günlərində həddindən artıq impulsiv olacaqsınız ki, bu da bəzi çətinliklərə səbəb ola bilər. Əvvəlcə düşünməyə çalışın və yalnız bundan sonra edin və ya deyin, əks halda öz təmkinsizliyinizə peşman olmaq riskiniz var. Bir çox əkizlər çox inadkar olacaqlar, bu həmişə uyğun deyil. Kənardan kömək almadan həll edə biləcəyiniz tanış işlərə diqqət yetirmək daha yaxşıdır. Çətin ki, sərfəli sövdələşmələr bağlaya və uğurlu maliyyə əməliyyatları həyata keçirə biləsiniz. Emosiyaların öhdəsindən gəlməyi bacarsanız, ciddi problemlərdən qaçacaqsınız. İyulun ortalarına kimi müsbət tendensiyaların təsiri üstünlük təşkil edəcək. Yalnız həmişə yaxşı münasibət qurduğunuz insanlarla deyil, həm də uzun müddətdir pis niyyətli insanlarla ümumi dil tapmaq asan olacaq. Bəzi çoxdankı rəqiblər müttəfiqlərinizin düşərgəsinə qoşulacaqlar. Əlverişli perspektivlər açıla bilər, bunları vaxtında görmək və faydalanmaq vacibdir. İş adamları biznesdə nəzərə çarpacaq uğurlar, sərfəli sövdələşmələr və artan mənfəət gözləyə bilərlər. Təkcə etibarlı biznes tərəfdaşlarına deyil, həm də dostlarınıza çevriləcək insanlarla perspektivli tanışlıqlar istisna deyil. Ayın sonunda zəhmət və zadəganlığınızın bəhrəsini toplamaq vaxtı çatacaq. Vacib məsələlərin həllində sizə faydalı olacaq bir şey öyrənmək imkanınız olacaq. Eyni zamanda hər şeyi öz başınıza anlamaq məcburiyyətində olmayacaqsınız, ətrafınızdakılar lazımi anda kömək etməkdən məmnun olacaqlar. Xərçəng bürcü. Ay qeyri-müəyyən başlayacaq. Çox şey sizdən asılı olacaq. Özünüzə inamınız artacaq, cəld hərəkətə keçmək və eyni anda bir neçə işi öhdəsinə götürmək istəyi yaranacaq. Eyni zamanda bəzi xərçənglər səfeh hərəkətlərə meyilli olacaqlar, buna görə də qarışıqlıq yaratmaq riski var. Ehtiyatlılıq və səbir kömək edəcəkdir. Çətin vəziyyətlərdə qeyri-standart həllər tapmağa kömək edəcək yaradıcı qabiliyyətlər açılacaq.
Çox çalışsanız, bütün maneələri dəf edəcəksiniz və rəhbərliyin gözündə özünüzü yaxşı sübut edəcəksiniz. İyulun ortaları iş üçün əladır. Etdiyiniz səylər tez nəticə verəcəkdir. İri layihələrə başlamaq və ya öz biznesinizi açmaq üçün əlverişli zamandır. Müdirinizlə vacib məsələləri müzakirə etmək imkanınız olacaq. Bir yüksəliş və ya başqa bir mükafat gözləyə bilərsiniz. Şəxsi həyatınızdakı problemləri həll etmək üçün də əlverişli zamandır. Bir-birinizi asanlıqla başa düşə, əlaqələri gücləndirə və yığılmış ziddiyyətləri aradan qaldıra biləcəksiniz. Ayın sonu yaradıcılıq və sənətlə məşğul olan hər kəs üçün yaxşı vaxt olacaq. Ancaq heç vaxt qeyri-ənənəvi həll yollarına meyilli olmayanlar belə bir çox vəziyyətlərə gözlənilməz bucaqdan baxa və bir sıra çətinliklərin öhdəsindən gələ biləcəklər. Şir bürcü. Ayın əvvəli kifayət qədər gərgin olacaq. Əksər şirlər emosiyaların öhdəsindən gəlməkdə çətinlik çəkəcək və bu təkcə işə deyil, həm də şəxsi həyatına mane olacaq. Bununla belə istəsəniz özünüzü bir yerə çəkə və bir çox problemlərdən qaça bilərsiniz. Pis əhvalınızı yaxınlarınızdan çıxarmamağa çalışın, kiçik uğursuzluqların öhdəsindən gəlməyə kömək edəcək onların dəstəyidir. Mümkünsə bu zaman vacib məsələlərin həllinə başlamamalısınız. Yeni başlanğıclar üçün başqa vaxt seçmək daha yaxşıdır. Tədricən vəziyyət yaxşılığa doğru dəyişəcək. Bir çox faydalı bacarıqlara yiyələnə biləcəksiniz və bu işdə sizə daha təcrübəli həmkarlar və tanışlar kömək edəcək. Maraqlı insanlarla yeni tanışlıqlar mümkündür, onların çoxu etibarlı tərəfdaş və ya sadiq dost olacaq. Həm işgüzar, həm də şəxsi qısa səfərlər uğurlu olacaq. Ortaq maraqlarınız olan insanlarla görüşmək üçün əlverişli zamandır. Müzakirə etmək üçün bir şey tapacaqsınız. Ola bilsin ki, perspektivli birgə layihə ilə çıxış edəsiniz. Ayın sonunda nə isə öyrənməyin zərəri olmaz. Bəlkə də həyatınızı daha parlaq və maraqlı edəcək yeni bir hobbiniz olacaq. Xarici tərəfdaşlarla əlaqələr qurmaq və gəlirinizi xeyli artırmaq şansı olacaq. Qız bürcü. İyulun əvvəlində emosional yüksəliş və ilham sizə kömək edəcək. Mühüm məsələləri müzakirə etmək imkanı yaranacaq. Həm rəhbərlik, həm də sevdiklərinizlə ortaq dil tapmaq eyni dərəcədə asan olacaq. Bir çox qızlar yaxınları ilə uzun müddətdir davam edən fikir ayrılıqlarını aradan qaldıracaq və qarşılıqlı inamı gücləndirəcəklər. Sövdələşmələr bağlamaq, iri layihələrə başlamaq üçün əlverişli zamandır. İctimai və reklam tədbirləri yaxşı keçəcək. Cazibədarlığınız nəzərə çarpacaq dərəcədə artacaq ki, bu da başqalarının diqqətindən yayınmayacaq. Ayın ortası uğurla istifadə edəcəyiniz çoxlu yaxşı fürsətlər gətirəcək. Çox cəhd edənlər hər addımda şanslı olacaqlar. Görülən səylər istədiyiniz nəticəni gözlədiyinizdən daha sürətli verəcəkdir. Ehtiyacı olanlara kömək etmək imkanı yaranacaq. Vacib məsələlərin həlli, sövdələşmələrin bağlanması, müqavilələrin imzalanması üçün əlverişli dövr. İşgüzar səfərlər və digər səfərlər yaxşı keçəcək. Ayın sonunda gizli istedadlarınız üzə çıxacaq. Eyni zamanda həssaslıq və qəbuledicilik artacaq, bu da həmişə uyğun olmayacaqdır. Buna görə də tələsik qərarlar verməməli və düşüncəsiz vədlər verməməlisiniz. Heç bir tənqidi iradları şəxsən qəbul etməməlisiniz. Tərəzi bürcü. Əgər siz çoxdan vacib bir şeyi öhdəsinə götürmək istəyirdinizsə, indi başlamaq vaxtıdır. Ayın ilk günlərində tərəzilərin əksəriyyətinin bəxti gətirəcək. Bütün planlaşdırdığınız işlərin öhdəsindən gözlədiyinizdən daha tez gələ biləcəksiniz. Eyni zamanda tək hərəkət etməli olmayacaqsınız, etibarlı müttəfiqlər iştiraklarını təklif edəcək və bəzi vəzifələri öz üzərinə götürəcəklər. Rəhbərliyin təqdir edəcəyi yeni ideyalar meydana çıxacaq. Bununla belə tələsik sövdələşmələr etməməli və riskli layihələrə böyük məbləğdə sərmayə qoymamalısınız, itkilərə məruz qalma şansınız var. Ayın ortalarında çətinliklərlə üzləşməli olacaqsınız. Bu zaman vacib bir şeylə məşğul olmamalısınız. Vəziyyətlər çox vaxt istədiyiniz kimi inkişaf etmir. Diqqətinizi işə cəmləmək və xırda şeylərlə diqqətinizi yayındırmamaq çətin olacaq. Və emosional vəziyyətiniz arzu olunan çox şey buraxacaq. Çox güman ki, sizə dəstək verən insanlardan belə dəstək ala bilməyəcəksiniz. Səbirli olun və təslim olmayın, qara zolaq uzun sürməyəcək. Ayın sonunda güc və enerji artımı hiss edəcəksiniz.
Tez həyata keçirə biləcəyiniz yeni yaradıcı ideyalarınız olacaq. Karyera yüksəlişi və peşəkar nailiyyətlər üçün əlverişli dövr. Əqrəb bürcü. Ayın əvvəlində çətin anlar yaşayacaqsınız. Səbirli olun və heç yerə tələsməyin. Vəziyyəti ağıllı şəkildə qiymətləndirmək və düzgün qərar qəbul etmək həmişə mümkün olmayacaq. Əksər əqrəblər başqaları ilə ortaq dil tapmaqda çətinlik çəkəcəklər, ona görə də onların dəstəyinə arxalanmamalısınız. Nəticəsi tamamilə sizdən asılı olan şeyləri etmək yaxşıdır. Daha əvvəl verdiyiniz vədləri pozmamağa çalışın, əks halda reputasiyanıza əhəmiyyətli dərəcədə xələl gətirmək riskiniz var. İyulun ortaları kifayət qədər uğurlu olacaq. İtirilmiş vaxtı kompensasiya etmək, əvvəlki səhvləri düzəltmək, pozulmuş münasibətləri bərpa etmək imkanı olacaq. Həmkarlarınızın və rəhbərliyin gözündə nüfuzunuz artacaq. Səyahət və işgüzar səfərlər yaxşı keçəcək. Qazanclı müqavilələr bağlaya biləcəksiniz və cazibəniz bunda mühüm rol oynayacaq. Gəlirdə kiçik artım ehtimalı var, lakin impulslara təslim olmamaq və cəfəngiyatlara çox pul xərcləməmək vacibdir. Ayın sonu təhsil və peşəkar inkişaf üçün xüsusilə əlverişlidir. Siz karyera yüksəlişi üçün faydalı olacaq bir çox faydalı bacarıqlara yiyələnə biləcəksiniz. Sizə çoxdankı rəqiblər üzərində üstünlük əldə etməyə imkan verəcək vacib məlumatlar paylaşılacaq. Oxatan bürcü. Ayın əvvəlində tələsik hərəkətlərə və emosiyaların şiddətli ifadəsinə meyilli olacaqsınız. Bu cür impulslara təslim olmamalısınız, əks halda həm evdə, həm də işdə çətinliklər qaçılmazdır. Bir çox oxatan başqa insanların iştirakını tələb edən məsələlərə diqqəti cəmləməkdə çətinlik çəkəcək. Öz əlinizlə bacardığınızı etmək daha yaxşıdır. Ehtiyatlılıq, səbir və ehtiyatlılıq sizə kömək edəcək. Ayın ortasında münasibətlərinə dəyər verdiyiniz insanlarla mübahisələrdən qaçmağa çalışmaq vacibdir. Tək başına təkid etmək istəyi reputasiyanızı korlaya bilər. Heç kimi inandırmağa çalışmayın, həyat özü hər şeyi öz yerinə qoyacaq. Bu zaman ciddi layihələrə başlamamalısınız, ilk cəhddə hər şey nəticə verməyəcək və şərait sizin xeyrinizə olmayacaq. Ayın sonuna doğru hər şey tədricən düzələcək. Siz buraxdığınız səhvləri düzəldə və lazım olan hər şeyin öhdəsindən gələ biləcəksiniz. Yaxın insanlar çətin anlarda sizə dəstək olmağa çalışacaqlar, lütfən və sizi əyləndirəcəklər. Özünüzü ən yaxşı tərəfdən göstərmək, həvəsləndirmək və ya karyera inkişafınız baxımından maraqlı təklif almaq imkanı olacaq. Oğlaq bürcü. Ayın əvvəlində ətrafınızdakiların hər tərəfli dəstəyinə arxalana biləcəksiniz. Ən yaxşı tərəflərinizi göstərmək, liderlik keyfiyyətlərinizi üzə çıxarmaq şansınız olacaq. Cəsarətiniz və özünüzə inamınız artacaq və bu, bir çox problemləri həll edərkən əlinizə keçəcək. Oğlaqların əksəriyyəti işdə təsirli uğurlar qazanacaq, perspektivli sövdələşmələr bağlayacaq, mühüm müqavilələr imzalayacaq. Danışıqlar hətta əvvəldən çox mehriban olmayan insanlarla da yaxşı gedəcək. Ayın ortasında imkanlarınızı çox qiymətləndirməməyə çalışın. Həddindən artıq özünə inam, şübhəsiz ki, sizi ruhdan salacaq. Ehtiyatlı olmaq, heç yerə tələsməmək və başqalarının sizə tələsməsinə imkan verməmək vacibdir. Uzun səfərlər və işgüzar səfərlər yaxşı getməyəcək, yolda gözlənilməz gecikmələr ola bilər. Müştərilərin köməyinə ümid etmək çətin deyil. Öz gücünüzə güvənin və əlavə iş yükü götürməyin. Ayın sonuna kimi müsbət tendensiyaların təsiri üstünlük təşkil edəcək. Gizli istedadları kəşf edər, yeni gəlir mənbələri tapar, perspektivli tanışlıqlar qura biləcəksiniz. Gözlənilməz və xoş hadisələr mümkündür. Dolça bürcü. Ayın əvvəlində çətin anlar yaşayacaqsınız. Zehni tarazlığı qorumaq çətin olacaq. Bir çox dolça həddindən artıq həssas və həssas olacaq. Başqaları ilə münasibətlərdə uzun müddətdir davam edən çətinliklər daha da kəskinləşəcək. Ancaq emosiyaların öhdəsindən yalnız özünüz gələ bilərsiniz. Əgər həyatınızdakı yaxşı şeylərə diqqət yetirməyi bacarsanız, özünüzü bir yerə toplaya və narahat olmaq üçün çox real səbəb olmadığını kəşf edə biləcəksiniz. Məsuliyyətli qərarlar qəbul etmək və böyük layihələrə başlamaq üçün ən yaxşı vaxt deyil. Ancaq tələsməsəniz və özünüzdən çox şey tələb etməsəniz, gündəlik işlərin öhdəsindən olduqca uğurla çıxacaqsınız. İyulun ortalarına qədər tədricən müsbət əhval-ruhiyyəyə girə biləcəksiniz. Sarsıntılı münasibətləri düzəltmək, əvvəllər münaqişə yaşadığınız insanlarla barışmaq şansınız olacaq.
Gücünüzü toplayıb bütün məqsədlərinizə çata biləcəksiniz. Dəstək etibarlı müttəfiqlərdən və köhnə dostlardan gələcək. Qazanclı sövdələşmələr və kiçik maliyyə uğurları ehtimal olunur. Ayın sonu vacib məsələlər üçün çox münasib deyil. Hər şey yaxşı olmayacaq, buna görə də həmişəkindən daha çox səy göstərməyə hazır olun. Balıqlar bürcü. Bu bürcün nümayəndələri üçün ay çox yaxşı başlayacaq. Uğurlar sahibkarların tərəfində olacaq və xüsusilə sərfəli sövdələşmələr bağlamaq imkanı yaranacaq. Ancaq qalan hər kəs də təsirli nəticələr əldə edə biləcək. Bəzi balıqlar nüfuzlu himayədarlar əldə edəcəklər. Bütün işlərinizdə ətrafınızdakilardan dəstək gözləyə bilərsiniz. Səyahət və işgüzar səfərlər üçün əlverişli zamandır. Qarşınızda yeni perspektivlər açılacaq, onları əldən verməyəcəksiniz. İyulun ortalarında özünüzə inamınız artacaq, ona görə də yeni başlanğıclar üçün əlverişli zaman olacaq. Komanda işi xüsusilə uğurlu olacaq. Tezliklə həyatınızda mühüm rol oynayacaq faydalı əlaqələr quracaqsınız. Peşəkar inkişaf və yeni şeylər öyrənmək üçün yaxşı vaxtdır. Amma ayın sonuna kimi xırda çətinliklər ola bilər. Sizin üçün vacib olan insanlarla həmişə ortaq dil tapa bilməyəcəksiniz. Rəhbərliklə fikir ayrılıqları mümkündür, ona görə də mübahisələrdən qaçmağa çalışmalısınız. Maliyyə məsələlərində hər şey rəvan getməyəcək, lakin böyük itkilərdən narahat olmaq lazım deyil.